Salam əziz dostlar. Yenidən riya haqqında bir ayəyə müraciət eləmək istəyirik. Nisa surəsinin 38-ci ayəsində Allah Teala buyurur: Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَالَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَمَنْ يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا. Allah Teala öz mallarını insanlara göstermek için riyakarlıq üzündən cemaat görsün diye nəfəqə edənlər, nəfəqə verənlər. Bir bu sifəti. Bir də və la yu'minuna billahi və la bil yevmil axir. Allaha və qiyamət gününə inanmayanlar. Bu iki sifəti yan yana bir ayədə çəkir. İki sifəti. Bir riyakarlığı, bir də Allaha və qiyamət gününə inanmamaqlığı. Bu iki dənə sifəti bir ayədə çəkir. Deyir, onlar o kəslər belədirlər. Bundan qabaqki ayələrdə olan insanlardan danışır, onların xüsusiyyətlərindən danışır. Deyir, onlar o kəslərdirlər ki, öz mallarını cəmaata göstərmək üçün nəfəqə verərlər, sədəqə verərlər. Bir kilo ət verir ona, çəkir videoya, paylaşır hər yerdə. Bax, onun kimi məsələn ki, mən filan kəsə bu qədər produkt verdim, məsələn. O sifətlə Allaha inanmamaqlıq sifətini və axirət gününə inanmamaqlıq sifətini bir yerdə cəm eləyir. Deyir, onlar o kəslərdirlər ki, mallarını insanlara göstərmək üçün verərlər. Bir də Allaha və qiyamət gününə inanmazlar. Sonra deyir ki, وَمَنْ يَكُنُ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا. Şeytanla yoldaşlıq eləməklik nə pis yoldaşlıqdır. Nə pis yoldaşdır şeytan. Bu da üçüncü bir sifət. Deməli, həm riyakarlıq, Allaha iman gətirməmək, axirət gününə iman gətirməmək və şeytanla dostluq eləmək. Bu dörd sifət bir ayədə cəm olub. Görün, riyakarlıq nə qədər pisdir. Nə qədər pisdir. İnsanın əməlini nə vəziyyətə salır. İnsanı nə günə qoyur. Allaha pənah aparırıq bu sifətdən. Allah riyakarlığı bizdən uzaq eləsin. Ona görə də hər hansı bir iş bizə eləyirsinizsə Allah'a xatir eləyək. Ona buna göstermek için yok. O bu bize əcr verməyəcək qiyamət günü. Yalnız Allah bize əcr verəcək. Sağ olun.